her bir insan için onun milli mensubiyeti, onun gurur mənbəyidir. Mən həmişə fəxr etmişəm. Bugün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Salam əziz tədbir iştirakçıları, müəllimlər, şagirdlər, şəhid valideynləri, qonaqlarımız, hamınızı xoş gördük. Bildiyiniz kimi 28 may Respublikada müstəqillik kimi qeyd olunur. Biz də bu tədbirə mədəniyyət olaraq yəqin hazırlaşmışıq. Bir daha bayramımız mübarək olsun. Salam əziz tədbir iştirakçıları. Müəllimlər, şagirdlər və qonaqlar, şəhid valideynlər, Cəlilabad rayon mədəniyyət mərkəzi, Pirvön Kənd Mədəniyyət evi və Pirvön Kənd şəhid Elnur Hüseynov adına bir sayı tam orta məktəbin təşkilatçılığı ilə təşkil etdiyi 28 may Azərbaycanın müstəqillik gününün yaranmasının 107-ci illiyinə həsr olunmuş Müstəqilliyimiz əbədidir adlı tədbiri açıq elan edilir. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda Ulu Öndər Heydər Əliyevin və canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqə sükutla yad edək. Allah rəhmət etsin. İndi isə çıxırsın söz verilir ərazi nümayəndəsinin müavini Nadir müəllimə. Əziz toplantı iştirakçıları, əvvəla
Azərbaycan Respublikasının müstəqilliyin 107-ci il dönüm münasibəti ilə başda burada əyləşən bizim şəhid ataları, şəhid anaları, müəllimlər, şagird kollektivi hamınızı Pirvani kənd ərazi nümayəndəliyi adından təbrik edirəm. Sizin hamınıza uzun ömür, can sağlığı, müstəqil Azərbaycanda daimi yaşamağı arzu edirəm. 28 may müstəqillik günü bildiyimiz kimi tarixdə ən şanlı Azərbaycanın tarixi günlərindən biridir. Bu tarixi nailiyyəti qazanmaqdan ötürü Azərbaycan xalqı çox böyük əzab əziyyətlərdən keçirib. 18-20-ci ildə yaranmış müstəqillik günü 2 il ömrünü başa çatdırdı. 11-ci Qızıl Ordunun gəlməsi ilə. 1990-cı ildə, 70 ildən sonra Azərbaycanın üç rəngli bayrağı Ulu Öndər Heydər Əliyev tərəfindən noyabrın 18-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində qaldırıldı. Lakin hələ o vaxtı Azərbaycan Respublikası Bakı şəhərində hələ imperiya buxovundan çıxmaq arzusu yox idi. Baxmayaraq 90-cı ildə Azərbaycan xalqı böyük şəhərlər vermişdi. Baxmayaraq Azərbaycan xalqının arzusu var idi. Lakin tarixi şərait 1991-ci ildə Azərbaycan Respublikasının Milli Məclisində nəhayət ki, üç rəngli bayraq qaldırıldı. Lakin Azərbaycanın talihi, bəxti onda gətirməyib ki, coğrafi mövqeyi elə bir yerdə yerləşir ki, şimalda bildiyiniz kimi böyük imperiyaz, ölkənin cənubda və qərbdə erməni faşistlərinin yerləşməyi bu müstəqilliyi bu ölkələr həzm etmirdi. Və Respublikada aparılan təxribat işləri şimaldan, cənubdan və qərbdən həmlə başlandı. Erməni qəsbkarlar bir tərəfdən torpaqların işğalına qalxmışdı, bir yandan daxildə stabillik yox idi. Bu, orada oturan yaşlı nəsil bilir, gənc nəslə biz bunu deməliyik. Anarxiya, xaos, demək olar ki, müstəqilliyimizi yenidən itirmək ərəfəsinə gətirib çatdırmışdı. Hətta o vəziyyətə gəlmişdi, bu Suriya gözünün qabağında olduğu önləri, Ukrayna var, dünyada gedən müharibələr, mən bunları çox danışıb sizin yorulmaq istəmirəm, amma içimdən gəlir deyə mən deyirəm. Hətta elə vəziyyətə gəlir ki, müstəqillik artıq yenə əldən getmək üzrə idi, hətta Azərbaycan torpaqları bölünmə vəziyyətində idi. Necə deyərlər, sapı özümüzdən olan baltalar, Sürət Söylüb bir tərəfdən, Əl-İkram Ülmətov Cənub Muğan Respublikası yaratmışdı. Yəni biz bu nəsil bunu gördük, hətta küçələrə çıxmaq çox qorxulu idi. Ulu Öndər nəhayət ki, 1993-cü il oktyabr ayının 18-i gəldi hakimiyyətə, xalqın tələb və təkidi nəticəsində. Yəni biz bunları hamısını yaşamışıq, görmüşük, gördüklərimizi mən deyirəm. Və Respublikada başlandı ki, artıq rəhbər gəlmişdir. Böyük siyasi təcrübəyə malik olan Ulu Öndər Respublikanı gün-gün başladı stabillik yaratmağa. Həm qərbdən erməni həmləsini dayandırdı atəşkəs, həm daxildə olan o qüvvələri bir-bir zərərsizləşdirdi və nəticədə Azərbaycanın müstəqillik həyatına yeni rəng qatıldı və günü-gündən Azərbaycan Respublikası səylənməyə başladı, kontraktlar bağlandı, dünya dövlətləri BMT 94 səhv 95-ci ildə dünya ölkələri artıq tam bütöv tanıdı Azərbaycan deyilən bir məmləkət var və buna baxmayaraq Azərbaycan tam bütöv müstəqil demək bayrağımız hər yerdə dalğalanmırdı. 2020-ci ildə nəhayət ki, Heydər Əliyevin oğlu bizim indiki hal-hazırda prezidentimiz Ali Başkanımız İlham Əliyevin rəhbərliyi altında bizim milli ordumuzun gücü sayəsində və burada əyləşən şəhidlər, şəhid ataları, analarının və qəhrəman oğlanlarının şücaəti nəticəsində Azərbaycanın üç rəngli bayrağı demək olar ki, hər yerdə başlandı dalğalanma. Bir neçə rayonlar qalmış ki, Azərbaycan xalqı bilirdi ki, bu iş axıracan, bu iş öz başına yerinə yetiriləcək. Və 2023 19-20 sentyabrına keçən gecə bir günə antiterror əməliyyatı nəticəsində
Azərbaycanın üç rəngli bayrağı demək olar ki, demək olar yox, bütün Respublikanın hər yerində dalğalandı. Və artıq biz bu günləri burada əyləşən yenələyəm şəhid ataları və şəhid analarına, qazilərimizə və qəhrəman əskərlərimizə borcluyuq ki, elə bil ki, Azərbaycan onda yaralı, indi Azərbaycan bütövdür. Hələ inşallah, əgər varislik söhbəti 18-20-ci il söhbəti varsa, dünyada gedən proseslər belə gedirsə, biz inanırıq ki, bizim Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bizim nə qədər itirilmiş torpaqlarımız var, orada inşallah Allah'ın izni ilə bizim üç rəngli bayraq dalğalanacaq və biz buna ümid bəsləyirik. Buna görə də sizin hamınızı bir daha bu müqəddəs bayram münasibəti ilə təbrik edirəm və Allah'tan arzu edirəm ki, Azərbaycan xalqının həmişə müstəqil, demokratik, azad şəraitdə yaşasın. Bir daha deyirəm, başda şəhid ataları sizə biz borcluyuq, şəhid anaları, sizin sayənizdə biz bu yaranı, bu ləkəni alnımızdan götürdük. Artıq hamımız qürurla danışa bilirik ki, Azərbaycan müstəqildir, Azərbaycanın üç rəngli bayrağı hər yerdə dalğalanır. Allah hamımızı var eləsin, sağ olun, var olun, bayramınız mübarək. Respublika günü şanlı tariximizə qızıl hərflərlə həcc olunmuş, hər bir Azərbaycan vətəndaşlarının qürur mənbəyi olan bir gündür. 1918-ci il mayın 28-də mürəkkəb siyasi hərbi şəraitdə əsarət altında yaşayan, tarixi, mədəniyyəti, dili, dini sıvışdırılan Azərbaycan xalqı özünün və şərqin iç demokratik, hüquqi, dünyəvi və parlamenter respublikasını yaradıb. Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun yüksək mədəniyyətinin nəticəsidir. Azərbaycan Xalq Cümhuriyyəti müasir dövlətçiliyimizin təməlidir. 1918-ci ildə Şərqi İç Demokratik Respublika Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli dövlətçilik tariximizdə öz önəmi və dəyəri, böyük tarixi əhəmiyyəti olan hadisədir. Mövcud olduğu müddət ərzində Azərbaycan Xalq Cümhuriyyəti bütün vətəndaşlarını konstitusiyon hüquqlarla təmin etmək, daxili quruluşundan asılı olmayaraq bütün ölkələrlə münasibətləri faydalı əsasında yaratmağa çalışmışdır. Cümhuriyyətin demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və sair sahələrdə atdığı addımlar yarımçıq qalmamış, müstəqilliyini 20-ci əsrin sonlarında yenidən bərpa edən dövlətimiz varisi ənənələrindən yaşatmış və inkişaf etmişdir. Cəmi 23 ay yaşamasına baxmayaraq, həyata keçirdiyi silsilə tədbirlər xalqına, millətinə, onun beynəlxalq səviyyəsində tanınmasına, müstəqil demokratik dövlət kimi fəaliyyət göstərməsi tutarlı bir tarixi faktdır. Ümumilli lider Heydər Əliyevin siyasi kursunun varisi, Azərbaycan Respublikasının prezidenti, silahlı qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsində şanlı ordunun 44 gün ərzində düşməni mövqelərini darmadağın edərək işğal olan torpaqlarımızı azad. Bugün Cumhuriyyətin yaranmasından 107 il ötməsinə baxmayaraq, hər bir Azərbaycanlı bu şanlı tarixi ilə qürur duyur. 20-ci əsrin sonunda yenidən müstəqillik əldə edən Azərbaycan dövləti, Ulu Öndər Heydər Əliyevin zəngin siyasi təfəkkürü, idarəçilik təcrübəsi və rasional fəaliyyəti sayəsində Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşamaqdan, yəni qısa zamanda müstəqilliyini itirməkdən qurtuldu. Çoxşaxəli fəaliyyəti ilə ölkə başçısı tarixi səfərə imza atdı. Bu reallıq ümumilli lider Heydər Əliyevin vəsiyyətinin Azərbaycan xalqının arzusunun gerçəkləşməsidir. Bu reallığı yaradan dahi lider, görkəmli dövlət xadimi, ölkə başçısı Cənab İlham Əliyev tarixə öz adını və izini qoydu. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq öz ərazi bütövlüyünü bərpa etmiş qalib kimi qeyd edir. Müstəqillik bayramınız mübarək. Hörmətli tədbir iştirakçıları, hörmətli şəhid valideynləri, müəllimlər, əziz məktəblilər, bugün bizim müstəqillik gününü qeyd edirik burada. Nadir müəllim, icra nümayəndəmizin müavini bizim keçmişimizə biraz qayıtdı. Düzdür, 90-cı illərin 92-93
bizim 20% torpaqlarımızın alınmasında bizim 2-ci Qarabağ iştirakçıları, şəhidlərimiz, qazilərimiz çoxları heç anadan doğulmamışdı. İndası bizim dövlətimizin, gənclərimizin xislətində olan o qeyrət onları vadar elədi. Düzdür, əksəriyyəti dövlət qulluğundaydı, oradan getdilər, şəhid oldular və qayıtdılar, qələbə çaldılar. Amma ki, bizim səfərbərliyə almanlarımız da var idi, könüllü gedənlərimiz həddən artıq idi. Sizləri yormayacağım, yəni bunları bilməyimiz bizim gələcək nəslin hamısı bilməyi yaxşıdır, bilsə yaxşı olar. Siz də gələcək nəsgərləri, vətən qulluğunda duran qeyrətli oğullarsınız burada. Bugünkü gün münasibətilə hər birinizi təbrik edirəm. Hər birinizə xoş bir avan günlər arzulayıram. Çox sağ olun. Çıxış edirsən Azadsan Vətən adlı mahnısıyla Mələk Nazlı Xədicə. Yağı düşmən daha səndə qalmadı, sən indi azadsan vətən. Xarı bülbül qəfəsindən o sindi, dünyanı gəz, ürəyini aç indi, Qarabağın çöllərinə saç indi, sən indi azadsan vətən. Hər qarışın həsrət idi addıma, İmdad dedin yetişdik imdadına, qızınacaq indi həsrət oduna, sən indi azadsan vətən. Düşmən sənin xətrinə çox dəymişdi, dik başını qamətini əymişdi. Sən indi artıq o günlər indi getmişdi, sən indi azadsan vətən. Gəlib çıxdın indi qoca yaşına, qəm buludu yığılmışdı başına, qurban olum torpağına, daşına, sən indi azadsan vətən. Azərbaycan, Qarabağın tamaşa, arzularıq çöllərindən nur daşa, azadlığı dad qəlbində çox yaşa, sən indi azadsan vətən. Söz verilir Deyanət müəllimi. Salamlayıram sizi, hörmətli tədbir iştirakçıları, çox hörmətli şəhid ailələri, şəhid valideynləri. Bu günləri elə bir günün, elə bir hadisənin şəfəqinə, işığına yığışmışıq ki, 100 ildən artıqdır ki, bu işıq bizi gələcəyə ruhlandırır. Bu günləri biz 28 may dövlət müstəqilliyinin elan olunması günü tədbiri ilə burada toplaşmışıq. Mən istəyirəm bir tarix müəllimi olaraq hadisələrin gedişi haqqında sizə qısa da olsa məlumat verim. Nəzərinizə çatdırım ki, 20-ci əsrin əvvəlləri 1-ci Dünya müharibəsinin və yaxud da dünya tarixində ilk dəfə motorlar müharibəsi adını almış bir müharibənin 10 milyonlarla insanın minlərlə kənd və şəhərin dağılmasından sonra baş vermiş tarixi, coğrafi, siyasi hadisələrin fonunda Azərbaycan xalqı nəhayət ki, öz müstəqilliyinə qovuşa bilmişdir. Amma bu hansı keşməkeşli yollardan, hansı əzab vəziyyətlərdən keçmişdir, bu hadisələr biraz, necə deyim, bu tədbirə sığan bir mövzudur, ona görə mən də sizi yormaq istəmirəm. Sadəcə əsas məsələləri sizin üçün vurğulamaq istəyirəm. Azərbaycan Xalq Cümhuriyyəti öz istiqlal bəyannaməsini may ayının 29-unda, yəni yaranından bir gün sonra bütün dünyaya radio-teleqraf vasitəsilə elan elədi. 7 maddədən ibarət olan istiqlal bəyannaməsinin maddələrin bəzilərini diqqətinizə çatdırmaq istəyirəm. Maddələr nədən ibarət idi? Azərbaycan xalqı öz coğrafi yerini bildirirdi, yəni hansı coğrafi məkanda yerləşir. Azərbaycan Xalq Cümhuriyyəti ərazisində yaşayan dinindən, dilindən, milliyyətindən, əqidəsindən asılı olmayaraq hər bir kəsə bərabər hüquqlar verməsini dünyaya elan edirdi. Şərqin ilk demokratik respublikası olan bu dövlət qurumu dünya tarixinə əslində dərs verirdi. Çünki yalnız Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra bu məsələ burada vurğulanmışdı. Bütün qonşularla olan münasibətlər diqqətə çatdırılmışdı. Biz bütün qonşularımızla dinc yaşamağa hazırıq və onların dinc yaşamasına və ərazilərinə
razılaşmağa hazırıq. Azərbaycan xalqının yaratdığı, Azərbaycan dahilərinin, Azərbaycan tarixinin yaratdığı bu cumhuriyyət 23 ay yaşasa da gəlin görək hansı tədbirləri həyata keçirdi. Dünyanın 50-100 illik tarixi olan dövlətlərin bacarmadığı bir işi gördü. Bir neçə aydan sonra artıq Azərbaycan parlamenti öz fəaliyyətinə başladı. 7 dekabr 1918-ci ildə Azərbaycan parlamenti özünün ilk iclasını keçirdi. Əlmərdan bəy Topçubaşov, hüquq ixtisaslı bir şəxs, Azərbaycan parlamentinin sədri oldu. 120 deputat. Təfərrüatları ona görə diqqət çatdırıram ki, qoy bu məsələni eşidəndə, kimsə bu məsələ haqqında düşünəndə bilsin ki, Azərbaycan Xalq Cumhuriyyəti, Azərbaycan tarixinin dövlətçiliyi uludur, böyüdür və həmişə insan hüquqlarına, millətlərin hüquqlarına, tolerantlığa, dostluğa, hörmətlə yanaşır. Həmin 120 deputatın sayına diqqət eləsək, Azərbaycan əhalisinin sayına diqqət eləsək, indi mən burada rəqəmləri deyib vaxtınızı istəmirəm olam. Elə gözəl proporsional şəkildə, bərabər şəkildə bölünüb ki, hər millətin demək olar ki, ölkədə sayına uyğun olaraq deputat verilir. Hətta Polşadan, Almaniyadan bilirsiniz ki, Çar Rusiyası dövründə Azərbaycana köçüb gəlmiş əhali nəzərə alınıb, onların hərəsinə bir deputat yeri verilir. Yəni bu qədər demokratik, insanpərvər, insan hüquqlarına hörmət edən bir dövlətin nəvələri, varisləriyik biz. Çox təəssüf ki, yenə də bayaq dediyim kimi dərin siyasi böhran və tarixi şəraitdə Bolşevik Rusiyasının 11-ci Qızıl Ordusu Azərbaycana hücum elədi. Rəsmi mənbələrdə 130 min, qeyri-rəsmi mənbələrdə isə 11-ci ordunun, Qırmızı ordunun Azərbaycan istiqamətinə gələrkən ona qoşulmuş könüllüləri də nəzərə alsaq, 150 mindən artıq peşəkar ordu, zirehli qatarlar və toplar cəmi 350 nəfərlik yalama dəstəsi ilə üzə gəldi. Bilirsiniz ki, yəqin indi tarixi filmləri izləyənlərin həvəsi var, baxıblar. 300 Spartalı haqqında film çəkilib. Söz yox ki, film tarixi gerçəlikdən biraz uzaqda da hər halda bacarıb çəkiblər, sağ olsunlar. Amma 350 nəfər Azərbaycanlı sərhədçi 130 min, bayaq dedim, rəsmi mənbədə qeyd olunmuş 130 minlik ordunun qarşısını, hətta yalama keçid stansiyasındakı körpünü partlatmağa cəhd ediblər. Bu bizim qürur mənbəyimizdir, bu bizim şərəf tariximizdir. Mən hadisələrdən birbaşa bugünkü günlərimizə keçmək istəyirəm. Bilirsiniz ki, 1991-ci ildə 18 oktyabrda biz müstəqilliyimizi bərpa elədik və 1991-ci il dekabr ayının 29-da ümumxalq səs verməsi, yəni referendum keçirildi və referendumda yeşil olaraq bütün Azərbaycan xalqı Azərbaycanın müstəqilliyinə səs verdi. Bilirsiniz ki, 1-ci Qarabağ müharibəsi gedirdi və dərin böhran vəziyyətində yaşayırdı Azərbaycan. Lakin 1993-cü ildən sonra bilirsiniz ki, ölkənin həm siyasi, həm iqtisadi həyatında dəyişiklikləri baş verdi. 1994-cü ilin sentyabrında əsrin müqaviləsi, neft konsorsiumu imzalandı dünyanın aparıcı şirkətləri ilə. Bu günlər biz onun bəhrəsini görürük. Həmin tədbiri, həmin müqaviləni bəyənməyənlər bu günləri görürlər ki, həmin şirkətlərin əksəriyyəti artıq müqavilə müddətini başa vurub, öz vəsaitin, texnikasının hamısını Azərbaycan xalqı üçün, Azərbaycan dövləti üçün qoyub və bu dəqiqə bizim öz dövlətimiz, dövlət neft şirkəti dünyada bu siyasətlə məşğuldur. Yəni artıq dövlət neft şirkəti özü başqa dövlətlərdə investisiya qoymaqla məşğuldur. Və bu da bizim büdcəmizin böyüməyi deməkdir. Dahi Heydər Əliyevin gözəl bir kəlamı var, yəqin ki, eşitmişsiniz. İqtisadiyyatı güclü olan dövlətin ordusu da güclü olar. Və məhz bax bu prizmadan biz 2020-ci ildə 44 günlük vətən müharibəsində düşmənə gücümüzü göstərdik. Amma onu da deyim ki, yenə insanpərvərliyimizi, humanistliyimizi göstərdik. Şəhidlərimiz, yeri gəlmişkən deyim ki, nəzərinizə bir dənə rəqəm çatdırın. 1-ci Qarabağ müharibəsində 11.557 şəhidimiz var. 1-ci Qarabağ müharibəsində. Və bu boyda dağıntıdan Qarabağ dağlıq vilayəti artıq tarixə qovuşub, bilirsiniz ki, bu ad artıq ora Şərqi Zəngəzur iqtisadi rayonudur. 7 rayonumuz, inzibati ərazimiz
ermənilər tərəfindən işğal olunmuşdu və bayaq nəzərinizə çatdırdığım kimi 10.000-dən artıq şəhidi verən bir ölkə 30 il humanistliyi yenə nümayiş elətdirdi. Yenə 30 il gözlədi beynəlxalq təşkilatları və ən nəhayət 44 günlük vətən müharibəsində biz öz ərazi bütövlüyümüzü, tarixi torpaqlarımızı geri qaytardıq. Buna görə biz bütün şəhidlərimizə, onların valideynlərinə, qazilərimizə, bütün müharibə iştirakçılarına borcluyuq. Mən hər dəfə çıxışımda deyirəm, xahiş edirəm, dildə, tədbirdə borcluyuq deməyək. Adi məişət həyatımızda da onlara borclu olduğumuzu göstərək, sübut eləyək, elementar diqqətimizlə, qayğımızla. Mən sizdən çox xahiş edirəm, bu sözü dildə, tədbirdə, mikrofonda deməyək, ürəkdən deyək. Və son məlumatı da sizə deyim, 2021-ci il oktyabr ayının 15-də ölkə prezidentinin Cənab İlham Əliyevin əmri ilə imzaladığı sərəncama əsasən 18 oktyabr Dövlət Müstəqilliyi günü, müstəqilliyin bərpası günü, 28 may isə Dövlət Müstəqilliyi günü kimi qeyd edildi. Çıxışımı Dahi Məmməd Əmin Rəsulzadənin ifadəsi ilə başa çatdırmaq istəyirəm. Yüksələn bayrağımız inşallah bir daha enməsin. Sağ olun. Çıxış edir bayrağım Şahid Məhəmmədəli Nurcan Rüqəyyə Fatimə. Ey istiqlal müjdəçisi, məğrur bayrağım, zirvələrdə vüqar ilə dalğalanırsan. Qucağını açmış sənə ana torpağım, sinəsində həzin-həzin yırğalanırsan. Sən hürriyyət göylərində doğan günəşim, şəfəqlərin səpələnmiş bütün cahana, fikrətinlə bağlı mənim hər yüksəlişim, istiqlalın qoxusunu yaydım hər yana. Ulu Türkdən xatirə var Ceysindən də, o al rəngli həqiqətdən almısan ilham. Məni üç bildiriş dəm olub səndə, həm türkçülük, həm azadlıq, həm dinim İslam. Əbədiyyət üfüqündə bərqərar oldun, qamətini nə gül yaxar, nə də yel yıxar. Əsrə yaxın bir zülmətdə zaten yoruldun, 70 illik ayrılığın acısını çıxar. Yenilmədin nə tufanlar keçdi başından, mətinliyin, məğrurluğun hər kəsə örnək. Sən doğuldun tariximin qamyat daşından, ey bayrağın doğum günün olsun mübarək. İfa edir müğənni Ramiz Fərəzov.
Çok sağ olun. Bir daha bayramınız mübarek olsun. Çıxış edir Səminə Gülsüm. Yollarında tikan olsa, yine yolum ünüm sənə. Can vətənim, ana yurdum, qurban olsun canım sənə. Gözəl yurdum, gözəl elim, can könüldən ayrılarmı? Mənim könlüm, canım sənsən, səndən özgə canım varmı? Həsrət oldu, nifaq düşdük, sağa, sola səpələndik, xarı bülbül nəfəsi ilə, budur, yenə bərabərik. İllər aylar ötdü keçdi, neler yaşadı xalqımız. Qanlar aktı, canlar getdi, azad oldu torpağımız. Azərbaycan, Azərbaycan, hər canda səni vuran ürək. Azad vətən, azad torpaq. Azadlığın çox mübarək. Çıxış edir Nurlan Mehman. Vətənin yolu açıldı, bağlanmış qol açıldı, dünyaya zəfər saçıldı. Sən qalibsən Azərbaycan, sənə zəfər yaraşır. Bugün hisslərim yarışır, sevinclə qəhər qarışır. Sən qalibsən Azərbaycan. Vətənin dağ günündə xalqımız təkmil oldu. Azad oldu torpaqlar, birlik qəhvə çaldı. İfa edir Aysel Xədicə, Qarabağ. Sevgilim seni tutan burada
Oy. Azadlıq eşqi ilə döyündü bu yer. Qalxdı Azərbaycan dirçəldi yenə. 28 may o gün doğdu ümid. Millətə qürurdur, tarixə sirdir. Bayrağım dalğalan göylərə yüksək. Səninlə güclük irəli getsək. Bugün şərəfi ölməz bilirsən. Hər ürəkləyənə isti nəfəsdir. Ürəyimsən, döyünürsən sinəmdə. Odlar yurdum, nəfəsimsən sən mənim. Qürurumsan, damarımda qanımsan. Azərbaycan, mənim ana vətənim. Yigitlərin saya gəlib sayılmaz. Oğlum, qızın kimsələrə əyilməz. Azərbaycan, mənim ana vətənim. İfa edir müğənni Ramiz Fərədov.
İfa edir Aysel Cənab Leytman. Barut kokulu o yollar seni beslemem kaytarar senden teselli bir zabit mundiri bir tüt uğuzlu ayrılık vagonlar senden teselli bir zabit mundiri bir tüt uğuzlu ayrılık vagonlar hayır etmem Zerahat leytina hayır etmem leytina boş müşteri bir savaşlar hayır etmem leytina yurdumuz yuvamız bitip tükenmeyi o kan davamız hele yad eldedir yurdumuz yuvamız bitip tükenmeyi o kan davamız hay vermem Cenab Leytinat hay vermem Leytinat boş müşteri bir savaşlar hay vermem Leytinat hay vermem Cenab Leytinat hay vermem Leytinat boş müşteri bir savaştan hay vermem Leytinat Azərbaycan ana yurdu. Mən sənin dilinə deymirəm cəllad. Gəl sən də bu ana dilimə değmə. Sən də bağın var, gülüm var çəkin. Bağımda eşliyim gülümə değmə. Həsəd mənə baxdın təməlmə sən. Gül bir yerə etdin vətənimə sən. Yan deyib od vurdun mədənimə sən. Altında ateş var külümə değmə. Mən ona ağ dedim, qarya qara. Sən məni istədin, çəkəsən dara. Yenə də sağalır vurduğun yara. Mənim bu yaralı könlümə deyil. Azərbaycan ana yurdu. Azərbaycan ana yurdu. Şairlər ölkəsidir. Ana deyərəm ana, ana qədər əzizdir. Gülistandır burası, dör bir yanı gülşəndir. Burası bak bostandır, Şərq Bəhri Xəzər. Azərbaycan ana yurdum, qaliblər ölkəsidir. Tarix deyirəm ona, tikilisi şah sərdir. Başında sanalı böyük gölləri, başında sağ duran simurq elləri.
Zullaşmış elleri, yorulmuş belleri, işçiler hasi olan yurdum, vətənim, Azərbaycan, ana yurdum. Əsər deyərəm ona, gərdiş və ruhuma, qürurlandırar məni. Azərbaycan, ana yurdum, gözəl gəzməli yerlər, vardır çox Qarabağda, paytaxt şəhəri Bakıda, cürbəcür rayonlarda, qələbə çalıyordum, cəmi 44 günə o. Deyir, aylar, illərə, səs verir ellərə. Azərbaycan, ana yurdum, dahilər ölkəsidir. Ziya deyərəm ona, o kamaldır, hikmətdir. Pərəng cavar türkü, oğlaya bilməz mülkü. Şair və alimlərin dünyada çox məşhurdur. Azərbaycan adı da dillərdə dastan olmuş. Məmməd Araz, Nəsimi, Mikail Müşfiq, Sədr, çoxdur şairin, incə belə dilbərim. Azərbaycan, ana yurdum, şairlər ölkəsidir. Ana deyərəm ona, ana qədər əziz. Bununla da Azərbaycan Respublikasının müstəqillik gününün 107-ci ilə əsr olunur. Təbii tərtibatlı həm konsert proqramı ilə yekun istəyirlik eləyək. Bununla əlaqədar olaraq Pirvonli Mədəniyyət Evinin direktoru Mübariz müəllim şəxsən sizə, Telman Səfərov sənə və sizin rəhbərlik etdiyiniz kollektivə, əlbəttə xüsusən Musa müəllim sizə bir nömrəli Pirvonli Tam Orta Məktəbin direktoru, sizin rəhbərlik etdiyiniz müəllim kollektivinə və burada oturan uşaqlar, sizin hamınızın sağ olun, var olun. Bu şəhid ataların qarşısında, anaları qarşısında siz bu cür həvəslə
çıxış elədiniz müstəqillik günü. Sağ olun, Allah sizin də yolunuzu açıq eləsin, əbədi eləsin, müstəqil ölkədə daimi yaşayasın həmişə. Azad firavan yaşayasın. Sağ olun, bununla da konsertimiz burada. Sağ olun.